Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola. Salam dəyərli dostlar. Bugün mənim mətbəximdə evinizdə hazırlaya biləcəyiniz asan, tez və ləzzətli reseptləri paylaşacağam. Ənənəni pozmadan yenə əla menü hazırlamışam. Və birinci yeməyim arpa şəhriyəli tərəvəzli şorba. Ardıca əsas yeməyim çox ləzzətli toyuq dürüm, yanında salat və sosu ilə. Və sonda şirniyyatım almalı, üzümlü, qozlu, darçınlı rulet. Hazırsanız ekrana yaxın oturun, başlayaq. Birinci növbədə başlayıram almalardan. Almaları soydum. 6 ədəd böyük alma var burada. Bunları sürtkəçdən yaxşıca keçiririk. Bu arada sobanı da açdım. Gətirdim 180 dərəcəyə ki orada artıq yavaş-yavaş isinsin. Ta ki biz içliyi, almanı və korju hazırlayana qədər. Böyük göz sürtkəçdən keçiririk. Bu arada yaşıl alma seçdim. Çünki yaşıl alma bir balaca kəmşirin olur. Onun üçün yəni bir balaca turş məzə də olur. Yəni belə deyim də piroqda, ştrudildə çox daha ləzzətli olur. Bugün çox ləzzətli almalı rulet hazırlayacağıq. Əslində çox asan və çox da ləzzətli bir resept olacaq. Almanın qabıq və bu hissələrini çalışın atmayın. Yəni bunlardan çox gözəl çay dəmləmək olar və yaxud da belə deyim də qurudub çox da ləzzətli yemək olar. Çünki həqiqətən almanın bilirsiniz ki, qabığı çox faydalıdır və çox da ləzzətlidir. Biz çox vaxtı almanın qabıqlarından və bu hissələrdən çay dəmləyirik. Yavaş-yavaş ocağın altını açaq. Tavamız artıq ocaqdadır. Sürtkəçdən keçirdiyimiz almaları göndəririk tavaya. Yavaş-yavaş burada artıq maye buharlanıb çıxsın. Digər almaları da sürtkəçdən keçirməyə davam edirik. Almanın tamamını sürtkəçdən keçirtdim və qoydum tavama. Önceden isinilmiş, gördüğünüz kimi yavaş-yavaş burada almalar artıq buhardan, artıq suyu buharlanıb çıxır, artıq sudan, mayədən. Yavaş-yavaş biz bunu belə bişiririk. Almaya nə yaraşar? Əlbəttə ki, darçın burada 2 sürtmə yemək qaşığı darçın var, yəni belə deyim, dolu olmayan. Bunu əlavə edirik. O darçını sevdiyim üçün. Və 6 dolu qaşıq əsmər şəkər var. Bunu da əlavə edirəm. Və bununla birlikdə yaxşıca almaları qarışdırırıq. Həm əsmər şəkər, həm darçın almaya çox yaraşır. Onun üçün çox gözəl bir içlik alınacaq. Almalarımız burada yavaş-yavaş pişənə qədər, suyu çıxana qədər altını azaldaq ki, vamalovda almalarımız yanmasın, amma gözəl pişsin. Burada üzüm var. 150 qram öncədən hazırladığım. Bunun bir hissəsini əlavə edirəm almaya, bir hissəsini əlavə edəcəm xəmirinə. Və əlbəttə ki, biraz xırxıtlıq vermək üçün və ləzzət qatmaq üçün qoz. Burada yenə də 150 qrama yaxın qoz var. Bunlar da bu şəkildə doğrayırıq ki, dişə gələcək şəkildə olsun.
Əla. Tamam, istədiyim kimi oldu. Bunu da göndəririk birbaşa tavamıza. Qozu əlavə elədik, yaxşıca bunu qarışdırırıq. Rəngi tam istədiyim kimi artıq dəyişir. Həm darçının necə deyərlər, rəngi, dadı, həm üzümün dadı bunu möhtəşəm eləyəcək. Bir çimdik duz da əlavə edirəm. Limon suyu əlavə etməyəcəm. Çünki qeyd etdiyim kimi almalar biraz turş məzədir. Yəni, tam yerinə düşər. Şəkərlə qarışınca, üzümlə qarışınca möhtəşəm bir içliyi olacaq. Əla, bunu yaxşıca qovurduq. Üzümümüz yarısı qaldı ki, bunu da xəmirə əlavə edəcəm. Ümumiyyətlə, üzümlü xəmir çox sevirəm və bu hazırladığım ruletə də çox yaraşacaq. Gördüyünüz kimi, istədiyim kimi maye buradan artıq tam-tamına buharlandı. Bunun altını bağlayıram və belə bir sini var. Öncədən hazırladığım bişirmə kağızını da hazırlamışdım. Bu sini qoyuram yanıma. Bu sinini açırıq düzgün bir şəkildə. Əlcəyi götürək ki, əlimiz yanmasın. Və bu əlcək vasitəsilə tavamızı götürüb tavamızın içliyini boşaldırıq sininin üzərinə. Vay vay vay, qoxuya bax. Çox gözəl. Bu siniyə boşaltdığım içliyi düzgün bir şəkildə bu cür köməkçi qaşıq vasitəsilə yayırıq hər bir tərəfə. Gələcək şəkildə bu cür. İçliyi düzgün bir şəkildə yaydıq. İndi sıra gəldi, çatdı. Bunun xəmirini düzəltdik. Hələ bir burada dursun. İsə lazım olacaq. Bunun üçün də nə lazımdır? 3 ədəd yumurta və şəkər tozu. Bir qab götürün ki, bunları içində qarışdırmaq rahat olsun. Belə bir qab götürdüm. 3 ədəd yumurtanı, 100 qram şəkər tozunu bura əlavə edirik. Və əlbəttə ki, bir çimdik duz. Bunu da yavaşdan əl blenderi ilə qarışdırırıq ki, ta ağarana qədər. Hər zaman vurğu edirəm ki, mətbəxdə ən önəmli şey səbirdir və əlbəttə ki, həyatda da ən önəmli şeydir, amma mətbəxdə xüsusən. Gördüyünüz kimi səbirlə yaxşıca çırpdıq, hazırladığımız qarışım yaxşıca ağardı. Burada 1 stəkan, armudu stəkan südümüz var, 1 paket qabartma tozu, 2 paket vanilin və aşağı yuxarı stəkan yarım un, stəkan yarım un da 160 qrama yaxın un eləyər. İlk öncə südümü əlavə edirəm. Şəkər, vanilin, qabartma tozu. Yaxşıca qarışdırırıq. Və stəkan yarım unumuzu da bura əlavə edirik. Gördüyünüz kimi bu cür bir gözəllik alındı. Bunu nə edirik? Öncədən hazırladığımız bu içliyin üzərinə düzgün bir şəkildə boşaldırıq. Üzümü də yenə də üzərinə gəzdiririk. Və bu gözəlliyi göndəririk 180 dərəcə öncədən isidilmiş sobaya ki, orada bişsin. Aşağı yuxarı bir 20 dəqiqəlik. Sıra gəldi çatdı əsas yeməyimizin hazırlığına.
Bunun üçün də belə bir soğan lazımdır mənə. Bunun bütövünü yaxşıca blenderdan keçiririk. 4 yerə bölüb ki, suyu çıxana qədər tam belə deyim də püre halına gəlsin. Tam istədiyim kimi püre halına gəldi. Bunu nə edirik? Suyunu süzmək lazımdır. Yəni soğanın tamamən suyu getsin. Bunun üçün də belə bir qab götürdüm. Yaxşıca bu cür sürtkəcə boşaldırıq ki, biz toyuğu farş halına gətirənə qədər bunda suyu süzülsün. Çox gözəl dürüm hazırlayacağıq və bu dürümün hazırlığı üçün soğanı bu cür süzməyə qoydum. Bu burada suyu süzülənə qədər biz yavaş-yavaş toyuğu da yaxşıca blenderdan keçirdək. Bu arada toyuğun bud üstü hissələri götürdüm. Yəni budun üst hissələri, yəni toyuq döşətindən də istifadə edə bilərsiniz. Bud hissəsi daha yumşaq, daha belə deyim də ləzzətli olduğu üçün mən o hissədən istifadə edirəm. Min wattlıq gücə malik olan Bosch Maxomix əl blenderi sürüşmək, yumuşaq tutacağı və ergonomik dizaynı ilə birlikdə maksimum sürət, rahatlıq və təhlükəsizlik təqdim edir. Mükəmməl qarışım üçün nəzərdə tutulan 12 sürət parametri və turbo funksiyası sayəsində ən bərk məhsulları belə rahatlıqla üyüdüb həll etmək onun üçün olduqca asan işdir. Sizə isə mətbəxdə bir nömrəli köməkçinizin işindən və hazırladığınız təamlardan zövq almaq qalır. Bosch blenderlarını elə indi boschhome.com az saytına keçid edərək və ya rəsmi distributorlardan da əldə edə bilərsiniz. Həyatı Bosch kimi yaşa. Qıymanı tam istədiyim kimi çəkdim. Bu şəkildə. Əməlli başlı bol-bol qıyma alındı. Görürsünüz, buradan əməlli başlı, belə deyim də, 7 nəfərə, 6-7 nəfərə bir dürüm yeməyi çıxar. Soğanı öncədən gördüyünüz kimi suyunu süzmüşdüm. Biraz da sıxaq ki, tam-tamına suyu süzülsün. Bunu da əlavə edirəm qarışımımızın içinə. Əla, bunu yaxşıca qarışdırırıq. Burada 2 dolu olmayan yemək qaşığı tomat əzməsi var. Bunu da əlavə edirəm küftəmizin ətinə. Bundan gözəl bir dürüm hazırlayacağıq. Əslində bir növü lülə olacaq, amma lülədən əlbəttə ki, bilirsiniz ki, duz istiot və başqa ədviyyatlar əlavə etmirik. Lülənin başqa bir növü olacaq. Sobada bişmiş, gözəl bir kebaba bənzəyəcək, belə deyim. Bunu yaxşıca qarışdırdıq və sıra gəldi çatdı ədviyyatlara. Ədviyyatları və qaşığı yanıma qoyum. Burada çay qaşığı var. 2 çay qaşığı dolu duz məncə yetərli olacaq. Və ya bir yarım yemək qaşığı qırmızı paprika biberi. Buna çox gözəl bir his dadı verəcək. Qarı biberimiz var. Bunu da əlavə edək. Və əlbəttə ki, biraz acılı eləmək istəyirsinizsə, pul biber. Yenə bunu yaxşıca qarışdırırıq. Biraz təravət vermək üçün biraz da göyərti məncə tam yerinə düşər. Buna bir balaca keşniş, biraz da cəfəri tam yerinə düşər. Burada tər göyərtim var. Biraz keşniş, biraz da cəfəri. Əla. Tam yarpaqlarını bu cür əlimizin altına alırıq və bunları xırda-xırda doğrayırıq. Çalışıram, bacardığım qədərilə bunları xırda doğrayayım bu cür. Ki, həm ləzzəti ortaya çıxsın, həm göyərtin suyu bir balaca çıxsın ki, bizim hazırladığımız qıymaya dad versin. Artıq göyərtin qoxusu çıxmağa başladı. Əla. Aşağı-yuxarı 3də 1 dəstə, bilirsiniz ki, ümumiyyətlə dəstələr fərqlənir, yəni boyuna görə dəyişir. Ona görə də siz öz
zövqünüzə görə istədiyiniz göyərtini əlavə edə bilərsiniz. Yenə də bunu yaxşıca qarışdırırıq. Ta ki bütün göyərti qıymanın hər bir tərəfinə yayılsın. Ədviyyatlar da eyni qaydada. Hazırladım qıyma. Tam istədiyim ləzzətdə oldu. Dadına da baxdım əlbəttə ki. İndi bunu belə bir qaba hazırlamışdım öncədən. Yaxşıca bu qaba tamamını boşaldırıq. Sobanın səsi gəldi. Bunu qoyuram biraz kənarda dursun. Burada öz növbəsini gözləsin. Biz də şirniyyatımızı tamamlayaq. Əla, tam istədiyim kimi bişdi. Üzəri qızardı. Sobanı yenə də açırıq. Gətiririk 180 dərəcədə. Hətta 180 deyil, 200 dərəcə. 205 dərəcədə burada işləsin. Vay 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 vay. Nar kimi qızardı buna deyirlər. Bunun kənarlarını bu şəkildə yapışan yerlərini açaq ki qopsun. İndi bunu nə edirik? Bir dənə də yağlı kağızımız var. Bunu yağlı kağız vasitəsilə çeviririk. Düzgün bir şəkildə ki, belə deyim də, özünüzü zədələməyin və hazırladığımız bişmişi əlbəttə ki, zədələməyək. Hoppa! Tamam oldu. Biz də yavaş-yavaş hazırladığımızın bişmişin alt hissəsini bu şəkildə qoparırıq. Vay vay vay, qoxular, qoxular. Çox ləzzətli olacaq. Bunu dərhal isti-isti bu şəkildə rulet halına salırıq. Ki soyuyandan sonra bunu eləmək mümkün olmayacaq. Onun üçün dərhal isti-isti bunu eləyirik. Yaxşıca bunu sıxışdıraraq əliniz yanmasın. Düzgün bir rulet alındırırıq. Bu gözəlliyi qoyuram bura və bunu qoyuram. Biraz kənarda dursun ta ki biz hər bir şey bişirənə qədər ruletimiz burada soyusun. Biz də dönə bilərik küftəmizin ətinə. Belə bir spatula götürdüm və spatula vasitəsilə bunu düzgün bir şəkildə qabın hər bir tərəfinə gələcək şəkildə yayıram. Biraz yer saxlayayım burada ki bu tərəfə başqa bir şey gələcək. Qalınlığı düzgün olsun dostlar ki bizim küftələrimiz çox incə olmasın ki qurumasın. Bir balaca qalın olsun ki yaxşı bişsin və ləzzətli olsun. Onun üçün qalınlıq həmən-həmən belə deyim də bir 3 santim məni tamamilə qane edir. İndi bu cür bıçaq vasitəsilə lülələrimizi yəni dənə-dənəyə bölürük. Neçə dənə çıxarsa artıq. Tam istədiyim kimi oldu. Sıra gəldi çatdı biraz zeytun yağı gəzdirməyə. Belə bir faliqamız var. Bu faliqaya nə indirik? Burada 2 dənə sarımsağımız var. Sos üçün bu sarımsaqlar bizə lazım olacaq. Yəni bu ət aşağı yuxarı bir 15-20 dəqiqə hazır olacaq. Amma sarımsaqlar biraz uzun bişəcək. Onlar üçün də hardasa bir təxmini bir 1 saat bizə lazım olacaq. Bunları bu şəkildə kəsirik. Bir balaca, çox az zeytun yağı. Biraz da duz. Yaxşıca bunu faliqaya bağlayırıq. Qoyuruq burada bir kənarda. O da bişsin. Yine eyni qaydada biraz zeytun yağı. Biraz da duz.
Bu gözəlliyi göndərirəm sobaya. Aşağı yuxarı bir 15-20 dəqiqədən sonra toyuğu çıxardacağıq. Bax, 1 saata yaxın bizim sarımsağımız bişəcək. Küftələrimiz, hazırladığımız lülələr sobada bişsin. Biz də buna qədər şorbanı hazırlayaq. Bunun üçün də əlbəttə ki, şəhriyə lazımdır. Bir armudun stəkanı. Bunun üçün də qazanımızı açırıq. Biraz kərə yağı. Bu qədər bəs eləyəcək. Biraz da bitki yağı. Arpa şəhriyəni burada yaxşıca qovururuq. Arpa şəhriyə qovrulana qədər biz də boş dayanmayaq. Burada belə bir yer kökümüz var. Bir ədəd sürtkəçdən bunu yaxşıca keçiririk. Əla, tam istədiyim kimi oldu. Bunu birbaşa göndəririk qabımıza. Öz növbəsini gözləsin. Bir ədəd kök tam olaraq yetərli olacaq. Və burada belə bir biberimiz də var. Biberimizi də yenə də xırda-xırda uzun-uzun doğrayırıq. Türkiyədə bu şorbalar, yəni bu növ şorbalar çox sevilir və tez-tez hazırlanır. Bunu da hələlik qoyum kökün yanına ki, öz növbəsini gözləsin. Yəni bizdə də Azərbaycanda artıq son zamanlar belə şorbalar populyar olmağa başlayıb və tez-tez evlərdə hazırlanır. Bu da belə deyim də Türkiyədə populyar olan şorbalardan biridir. Arpa şəhriyəni bu şəkildə ilk öncə qovururuq. Biraz kərə yağının dadını alsın, biraz şəhriyənin rəngi dönsün. Qoxusu çox gözəldir. Kərə yağının həm qovrulmuş arpa şəhriyənin dadı çox gözəl olur. Əgər ki dadına baxmamızsa mütləq belə bir şorba hazırlayın. Belə bir ovuc belə deyim də həm keşnişin, həm cəfərinin dalları var. Bunları da düzgün bir şəkildə xırda-xırda doğrayırıq ki, bunları da şorbada istifadə edəcəm. Mən ümumiyyətlə çalışıram göyərtini heç bir tərəfini ümumiyyətlə israf etməyim, amma göyərtinin hər bir tərəfini bilirsiniz ki, istifadə etməyə çalışıram və xüsusən də şorbada göyərtinin bu hissələri çox ləzzətli olur. Həm də bilirsiniz ki, vitamini boldur. Həm faydalıdır, həm də ləzzətlidir. Sadəcə olaraq belə deyim, çox sərt olduğu zaman əlbəttə ki, istifadə etməyin. Çünki bəzən olur ki, heç yeyinməyəcək qədər sərt olur. Amma bu cür gözəl xırt-xırtlı olduğu zaman həm ləzzətli olur, həm də ki, yediyində yəni insana zövq verir. Xırt-xırt belə insana zövq verir. Əla. Bunu da doğradıq. Burada şəhriyəmiz də artıq rəngini görürsünüz necə dəyişdirdi. Tam istədiyim kimi oldu. Tərəvəzləri də birbaşa bura əlavə edirik. Göyərtini də birbaşa bura əlavə edirəm. Həm tez hazırlanan şorbada, həm də ki, belə deyim də, əgər ki, ətsiz, toyuqsuz bir şey yemək istəyirsinizsə, bu şorba tam-tamına o şorbadır. Çünki çox ləzzətlidir də, belə deyim, tərəvəzlidir. Sadəcə olaraq biz ən son bunu qatıqla, unla və yumurta ilə bağlayacağıq. İlk öncə bu tərəvəzləri yaxşıca qovuraq şəhriyə ilə birlikdə. Tərəvəzləri çox öldürməyəcəm ki, vitaminlər içində qalsın. Sadəcə olaraq biraz duz əlavə eləyək ki, tam zamanıdır. 3-4 cimdik yetərli olacaq. Biraz qırmızı biberdən istifadə edə bilərsiniz. Toz biberdən ki, xüsusi bir dad verəcək bizim şorbaya. Biraz da əlbəttə ki, qara biber. Suyu əlavə eləməyin tam zamanıdır. Suyumuzu da əlavə elədik. İndi belə bir çırpma teli götürək və burada hazırladığımız öncədən aşağı yuxarı bir 5 yemək qaşığı qatığımız var. 2 yarım yemək qaşığı unumuz və 1 ədəd yumurtamız. Bunları yaxşıca qarışdırırıq ki, bununla biz həm şorbanı bağlayacağıq, həm də çox gözəl, belə deyim də, qatılıq əldə edəcəyik.
Hazırladığım tərbiyəni yaxşıca qarışdırdım. Gördüyünüz kimi un, yumurta və qatıq bir-birinə yaxşıca qarışdı. İndi nə edirik? Belə bir qaşıq götürək. Biraz hazırladığımız sudan əlavə edirik ki, tam qaynamayıb belə. 2 dərəcə aşağı-yuxarı bir-birinə yaxınlaşsın. Yumurtamız bişməsin. Yaxşıca yenə də belə qarışdırırıq ki, çorbamız kəsilməsin. Əla. İndi bu qarışımı yaxşıca qarışdıra-qarışdıra bura əlavə edirik. Əminəm ki, evdəki qadınlar bunu nə olduğunu bilirlər. Yəni bu həm şorbamıza kıvam vermək üçün, qatılıq vermək üçün, həm də ki ləzzətləndirmək üçün. Yəni şorbamızda kəsilməsin. Bu arada sobanın da səsi gəldi, amma biraz gözləyəcəyik, çünki buradan ayrılmaq olmaz. Bunu yaxşıca qarışdırmaq lazımdır ki, şorbamız dərhal kəsilməsin. Yaxşıca yeritdik. Əla. Tam istədiyim kimi oldu. İndi duzuna, istiyotuna da baxacağıq. Ondan sonra vamalovu alacağıq. Bismillah. Tam istədiyim kimi oldu. Sobadan da artıq hazırladığımız toyuğu da çıxartmağın vaxtıdır. Vay 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 vay. Tam istədiyim kimi oldu. Amma sarımsaqları geri göndərəcəm. Bu cür. Alırıq və göndəririk aşağı-yuxarı bir 40 dəqiqədə orada olur. Onlar orada bişsin. Eyni dərəcədə. Hazırladığım toyuq küftələri burada dursun. Biz bunu bıçaq vasitəsilə bu şəkildə biraz aralardan açaq ki, biraz soysun. Vay 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 vay, çox gözəl görsənir. Görürsünüz, tam bir lülələr hazır oldu. Çox asan, ev şəraitində və çox da ləzzətli. Yəni, bunlardan çox gözəl dürüm hazırlayacaq. Öz suyunda burada hələlik dursun. Lülə artıq hazırdır. Şorbamız da demək olar ki, hazır olur. Sadəcə olaraq yenə də bir burun qarışdıraq bunu. Vam alovda aldım ki, şəhriyələr də bişsin tərəvəzdə. Of, of, of. Kıvamına baxın siz. Tam istədiyim kıvam oldu. Qatılıq oldu. Bunun qapağını bağlayırıq. Altında alıram vamalova ki, şəhriyələr içində tamamən bişsin. Yəni bu şəkildə qoyaq ki, qaynara düşməsin, amma yavaş-yavaş şəhriyələr bişsin. Və sıra gəldi çatdı bizim hazırladığımız lülələrin yanına, həm içliyinə, həm də ki yanına çox gözəl bir salat hazırlayacağıq. Bunun üçün də belə bir tərəvəzlər var. Çeri pomidorları seçdim, çox gözəl. Bunlardan qırmızı soğandan, limondan, biraz acı biberdən, biraz göyərtlərdən gözəl bir salat hazırlayacağım. Bunun üçün də tərəvəzləri yanıma seçeyim. Həm cəfəri, həm keşniş istifadə edəcəm. Bu qədər tamamilə kifayət edəcək göyərtlərdən. Yanıma qoyum. Biraz bol pomidor və əlbəttə ki limon. Bunlardan çox gözəl bir həm içliyi, həm salat hazırlayacaq. Və əlbəttə ki qeyd etdiyim kimi verilişin başında əla bir sos hazırlayacağım. Sosu qatıqdan və mayonezdən oluşacaq. Mayonezin əgər ki reseptini ev şəraitində bilmirsinizsə, mən bir neçə veriliş öncədən, hətta belə deyim də, onun üçün xüsusi bir veriliş çəkmişdik, biz xüsusi bir bölüm çəkmişdik. Sırf mayonezi necə ev şəraitində hazırlayırlar deyə. Yəni onu da YouTube kanalında izləyə bilərsiniz. Çeri pomidorlarımızı bu şəkildə 4-ə bölərək qabımıza doğrayırıq. Bunlar əslində çeri deyil. Biz alışmışıq buna çeri deməyə. Bunlar çeridən biraz böyük pomidorlardır. Bunun öz xüsusi adı var. Adını ama unuttum. Əgər ki siz hatırlayırsınızsa mənə yaza bilərsiniz. Yəni çeri pomidor daha xırda, yəni bişnə boyda olan pomidora deyirlər. Amma biz artıq o boyda hamımız alışdığımız üçün çeri deyirik. Çox ləzzətli olur. Bir balaca turş məzə şirin olur bu pomidorlar və salata və dürümə çox yaraşacaq. Sevgilim yadıma düştü.
Pomidorları əlavə elədik. Göyərtini biraz iri doğrayaq. Bunu da əlavə eləyik qabımıza. Mütləq və mütləq qırmızı soğan tam yerinə düşər. Bunu da göndəririk eyni qarışımın içinə. Biraz bol eləyək ki, soğanla dürüm çox yaraşır bir-birinə. Biraz acı biberdən doğrayaq. O acılığı qoxusundan hiss elədim. Çox yaxşı acı biberdir hər halda. Çünki qoxusu əməlli başlı adamın gözünü kəsir. Və sıra gəldi çatdı biraz limon. Zeytun yağı, duz, qarabiber və bir balaca da sumaq. Sumağım vardı burada. Bəli. Tam da 2 çimdik qədər sumaq yetərli olacaq. Biraz da zeytun yağı. Zeytun yağımızı da əlavə elədik. Yaxşıca bunu qarışdıraq. Salatımız da dürümün yanına demək olar ki hazırdır. Vay vay vay, çox gözəl görsənir. Dürümə artıq demək olar ki hər bir şeyimiz hazırdır. Sadəcə olaraq sosunu hazırlayacağıq və artıq sarımsaqlar da məni çağırır. Sobada sarımsaqlarımız da artıq hazır. Boş seriya 8 sobaları ilə istənilən təamı rahatlıqla hazırlayın. Avtopiloton ilə təchiz edilmiş bu sobalarda əvvəlcədən təyin edilmiş hazır bişirmə proqramları sizi əsl şefə çevirəcək. İngredientləri hazırladıqdan sonra o müvafiq proqramdan birini seçin və yeməyin çəkisini əlavə edin. Boş sobası avtomatik olaraq geri qalan hər şeyi müəyyən etsin. Sizə isə sobadan hazır yeməyi çıxarmaq qalsın. Boş sobalarını elə indi boshome.com az saytını keçərək və ya rəsmi distributorlardan da əldə edə bilərsiniz. Həyatı boş kimi yaşa. Vay 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 vay, sarımsaqlar da tam istədiyim kimi oldu dostlar. Hər bir şeyimiz hazırdır. Sadəcə olaraq sosu da düzəldi. Yavaş-yavaş süfrəmizi düzməyə başlayaq. Yadındamı ötən günlər, qəm çoxalır, ömr azabı üstümüzdə, alnımızda o illərdən izlər qalır. Gələsizim keçənləri yada salaq dönə-dönə, ötən günə gün çatarmı, calasan da günü günə.
Və sonunda gəldik bugünkü verilişimizin sonuna və önümdə düzülən ləzzətli görsənən yeməklərin dadımına ilk bismillah deyib başlayıram şorbadan. Yəni şorbanın həm kıvamı, həm belə deyim də qatılığı çox gözəl oldu. Yəni əgər ki sadə belə bir şorba sevirsinizsə mütləq hazırlayın. Tərəvəzlər xırt-xırt eləyir. Xüsusən də əlavə elədiyim göyərtilərin ucları yəni çox gözəl olub. Əgər ki ətsiz bu cür bir şorba eləmək istəyirsinizsə hazırlayın. Məncə resepti də çox gözəldir, çox sadə hazırlanır, tez hazırlanır, amma çox ləzzətlidir. Və bismillah deyək, keçək dürümümüzə. Belə bir dürüm hazırladım. Əlbəttə ki yanında salatı ilə birlikdə. Ümumiyyətlə mən hər zaman çalışıram yemək yeməyim. Yəni çünki bilirsiniz ki çəkim bitir, ondan sonra biz bunların hamısının çəkimini eləyirik falan filan, amma bu səfər mən dözmədim, bu dürümü yedim və dostlar, həqiqətən ev şəraitində, yəni bu dürümü bu qədər ləzzətli eləmək olar. Yəni bir ev şəraitində dürüm bu qədər ləzzətli ola bilər. Yəni siz də bişirin, dadına baxın, çünki artıq 2 dənəsi yemişəm. Bismillah eləyək, baxaq görək salatı necə oldu. Ən sonunda dürümə çox gözəl bir sos hazırladım. Mayonez və süzmə qatıqdan ikisini birləşdirdim, ədviyyatını vurdum. Bişirdiyim o sarımsaqların bir balaca içinə sıxdım. Yaxşıca onları qarışdırdım. İnanılmaz gözəl bir sos alındı. Bunu əlbəttə ki bol-bol dürümün içinə elədik. Yəni dəhşət bir şey alındı. Dostlar çox ləzzətlidir. Amma daha da ləzzətli olması üçün əlbəttə ki yanında buz kimi Coca-Cola olmazsa olmazıdır. Doğmalarımızın ətrafında keçirdiyimiz hər an həyatımıza yepyeni duyğular gətirir. Ailə üzvlərinin süfrə arxasına toplayan dəyişilməz dadı isə illərdir Coca-Coladır. Coca-Cola məhsul çeşidləri hər zövqü oxşayaraq kiçikdən böyüyədək hər kəsin sevimlisinə çevrilir. Hər zaman süfrələrimizin qonağı olur. Hər kəsin ürəyinə yol tapan bu məşhur dadla siz də özünüzü və yaxınlarınızı sevindirin. Süfrələrinizi Coca-Cola ilə bəzəyin. Çünki əsl möcüzələr Coca-Cola ilə başlayır. Və sonuncu şirniyyatımız bu cür gözəl bir rulet hazırladıq. Yarısını partlatdıq, amma bir qismi qalıb və bunu da görün necə gözəl görsənir. Bismillah eləyə baxaq necə alındı. Qozun dadı başqa, üzümün dadı başqa, almanın biraz turşuluğu efsanə. Necə deyərlər? Darçın, yəni həqiqətən ləzzətlər hər birisi fərqli bucaqdan vurur. Çox əla alınır. Həqiqətən bütün ərzaqlar bir-birinə bu qədər yaraşa bilərdi. Çünki qeyd etdiyim kimi yaşıl alma seçmişdim. Yaşıl almanın turşuluğu, üzüm, darçın, şəkər. Əlbəttə ki bu xəmirin dokusu, yəni kıvamı, qatılığı çox ləzzətli alınıb. Hər bir ingredient də bir-birinə çox yaraşır. Bu reseptlər yenə də sizlər üçün hər zaman olduğu kimi sevgimi qataraq mən Ramil Şef hazırladım. Ənənəvi olaraq bu və buna bənzər bir çox reseptləri görüb izləmək və öyrənmək istəsəz, o zaman buyurun elə indi keçin YouTube və Instagram səhifəmə. Əlbəttə ki, hər həftə yeni reseptləri qaçırmamaq üçün səhifələrə abunə olmağı da unutmayın. Tam da bu yerdə sizinlə xudafisləşirəm. Gələn həftəyə də Uca Allah sizləri qorusun, ruzq bərəkətiniz bol olsun, gününüz ləzzətli olsun. Yadındamı öten günler hem çoğalır hem azalır bizimizde alnımızda o illerden izler kalır gelesizim keçerleri ya da salak döne döne öten güne gün çatar mı calasan da günü güne.
Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola.